Son bir dəqiqə xəbərini diqqətinizə çatdırırıq. Belə ki, Türkiyə İrana sərnişin uçuşlarına ləğv eləyib və bununla bağlı bugün 9 yanvar tarixidir. Qeyd eləyək ki, İranda genişlənən etirazlar fonunda Türk Hava Yolları İstanbul-Tehran marşrutu üzrə bir neçə uçuşlarını ləğv eləyib və İstanbul Hava Limanının rəsmi mobil tətbiqində yer alan məlumatlara görə Tehrana planlaşdırılan 5 reys icra olunmayıb. Tətbiqdə göstərilən məlumatlara əsasən yalnız Türk Hava Yolları deyil, eyni zamanda İranın da 5 avia şirkəti həmin gün uçuşlarını dayandırıb. Gündəm Xəbər Independent Persona istinadən bu məlumatı diqqətinizə çatdırdı və qeyd eləyək ki, İranda iqtisadi vəziyyətin ağırlaşması və milli valyutanın kəskin ucuzlaşması fonunda məhz Tehranda baş qaldıran etiraz aksiyaları artıq 2 həftəyə yaxın müddətdir ki, davam eləyir və şəhərin müxtəlif ərazilərində məhz yolları bağlayan və barikadalar quran nümayişçilər təhlükəsizlik qüvvələrinin də sərt müdaxiləsi ilə üz-üzə qalıblar.